Salam, hər vaxtınız xeyir. Mən bu dərsdə ICT strategiyası, ICT konsepti ilə bağlı məlumat vermək istəyirəm. Bütün videolarımda səsləndirdiyim kimi mən tam olaraq bir strategiyanı bir mövqedə dərslik hazırlamamışam. Hər konseptdən, hər strategiyadan yuvarlaqlaşdırıb ən lazım olan hissələri, nəyə ki öyrənməyiniz lazımdır, mən o hissələri sizə çatdıracağam. ICT-nin də tərkibində olan müəyyən şeylər var ki, mən özüm istifadə edirəm. Sizə məsləhət görə biləcəyim ən vacib məsələlər nələrdir, onlara toxunacağam. ICT-ni başdan sona əlbəttə ki, bir video tərkibində mən izah edə bilmərəm. Ümumiyyətlə heç başqa videolarımda da ICT haqqında çox danışmayacağam. Sadəcə ICT haqqında məlumatınız olsun. Kimə maraqlıdırsa, kim ətraflı öyrənmək istəyirsə, dərsliklər doludur, internetten baxa bilərlər. Türklərin videosu var, Azərbaycanda var. Ümumiyyətlə, yəni YouTube-da çox da ICT ilə bağlı. Bir ikisini də mən sizə göstərəcəm. Ümumiyyətlə, ICT nədir? ICT deməli, ICT The Inner Circle Trader, yəni ki, belə bir mentorship var. Bu nədir? Bu nə be? Mən burada 2021-ə baxmışam. İngilis dilindədir. Kim ingilis dilində bilirsə, bu YouTube kanalındakı videolara baxa bilər. Amma dediyim kimi, yəni çox da dərinə getmək lazım deyil. Siz ICT üstündə işləməyəcəksiniz. Mənim sizə izah eləyəcəyim texniki analiz strategiyaları ilə də siz trade eləyə bilərsiniz. Sadəcə bu haqqda da məlumatınız olsun deyə danışıram. Yəni mən hər videomda deyirəm, mən sizə trade ilə bağlı geniş məlumatınız olsun. Amma hər şeyi əzbərləməyinizə ehtiyac olmadan bu dərsliyi çıxartmışam ki, okey, bilirsiniz, ICT də bildiniz nədir. ICT-də nələr lazımdır, onları danışacağım sizə. Buradan baxa bilərsiniz. Əlavə olaraq ICT trading strategy. ICT deməli ümumiyyətlə qısacasına burada ingilis dilindədir bu da, amma yəqin ki, bu qədər başa düşərsiniz. Başa düşməsəz belə qrafik şəklində izah eləyir. Bu Learn ICT konsept var. Yarım saatlıq bir videodur. Buna baxa bilərsiniz. Yəni öyrətici videodur. Yəni sadəcə ilkin şeylərdən məlumatınız olsun deyə. Yəni də mən onsuz izah eləyəcəm ilkin mərhələni. ICT-də deməli nədir tema? Hər bir konsept, hər bir strategiya trade-də, qrafikdə əslində necə deyim, eyni şeydir. Sadəcə fərqli üslubla izah eləmək məsələsi var. Yəni belə deyim. Necə izah eləyim sizə? Belə deyim də. Misal üçün, ICT-də ilk növbədə FVG-dən başlayayım. FVG nə deməkdir? FVG ICT konseptinə uyğun olan bir termindir. Deməli, belə yazılır. Fair value gap deməkdir. Fair value gap nədir? Fair value gap FVG deməkdir. Yəni, qiymətin, qrafikin, şamın içində olan yaranmış boşluqdur. Misal üçün, bu nəyə əsasən FVG-lər təyin edilir? Misal üçün, belə deyək. Ümumiyyətlə, FVG deyək ki, düşən trenddə və yaxud qalxan trenddə fərqi yoxdur. Hər iki şəkildə də FVG olur. Misal üçün, elə buradan başlayaq. Burada çünki gözümə girir FVG. FVG-ni necə təyin edə bilərik? Düşən şamda və yaxud yüksələn şamda burada boşluq ki görürsünüz ha. Böyük iri şamların arasındakı boşluq qalır ha. Bu zonaya FVG deyirlər. Amma hər boşluq da FVG sayılmır. Bunu təyin eləməyimiz üçün həmin boşluq gördüyünüz şamından sonraki şamın swingi, yəni bu swingdən, ondan sonraki şamın arasındakı swing arasında bir dənə kubik çəkirik və yaxud da ki xətt atırıq. Bu mavi zona olur FVG. Nəyə görə? Çünki bu iynə ilə bu iynə arasında boşluq var. Bura qiymət ziyarət edilməyib. Axır əvvəl bura ziyarət ediləcək. İndi gəlin mən öz tərəfimdən baxım deyim sizə. Deməli, ICT strategiyası ilə işləyən traderlər baxır bura, deyir ki, qiymət bura axır əvvəl gəlməlidir. Dəstək direnclə işləyən adam isə bura xətt atır və deyir ki, qiymət gəlib buranı test eləməlidir. Çünki ilk qırılan yer buradır. Bura yenidən gəlir, ola bilər buradan reaksiyasını düşsün, ola bilər qalxsın. Yəni, hər bir halda, bütün strategiyalarda, bütün konseptlərdə əslində niyyət eynidir. Məqsəd bazarı oxumağı sadəcə görə bilməkdir. İstəyirsən bunu dəstək edirəm ki, işlə. İstəyirsən FVG ilə işlə. FVG-lər 5 dəqiqəlikdə də işləyir, 4 saatlıqda da işləyir, deyildə də işləyir. Əlbəttə ki, time frame yüksəldikcə bunun tutma, yəni ki, işləmə olasılığı daha çox olur. Ümumiyyətlə, qalxan bir trenddə və yaxud düşən trenddə daima FVG-lər ziyarət edilərək düşür. Haçan ki, həcm çox yüksək olur bazarda və yaxud da ki, ümumiyyətlə qarışıqlıq olduğu təqdirdə ola bilər ki, bəzən, misal üçün bu düşüşdə geri dönmədən düşüb gördüyünüz kimi düşməyə də davam eləyir.
Yəni bu çox retki olan hallarda olur. Adətən həmişə FVG-lər ziyarət edilir. Bu da onsuz da, yəni qızılda son 10-15 il ərzində ilk dəfə idi ki, qızıl 1-2 gün içində 300-400 dollar düşmüşdü. Yəni bu ümumiyyətlə bu qarşınızda olan qrafik vəbşi normal qrafik deyil. Yəni qızıl heç vaxt belə bir şey eləməyib. 4 saatlı qrafiklərə bax. Bir ay ərzində qalxılan deməli qiyməti bir günün içində düşüb bu. Yəni bu ümumiyyətlə normal bir şey deyil. Nəysə, keçirəm FVG-yə. FVG şamlar arasındakı swinglərin ortasında qalan boş zona deyilir. Misal üçün başqa FVG harda görə bilərik? Burada görə bilərik. Misal üçün yaxınlaşdırıram. Bu iynədən bu iynəyə kimi. Misal üçün bu zona FVG-dir. Və fikir verirsinizsə, bu zonaya ziyarət edilir şam və sonradan öz istiqamətinə gedir. FVG-nin mənası, yəni məqsədi nədir? Nəyə görə bu FVG-ni bilirik, bilməliyik və necə istifadə etməliyik? Qalxan trenddə, düşən trenddə FVG-lərin içi doldurulur və sonra trend öz işinə davam edir. Misal üçün keçirik 30 dəqiqəliyə. Baxaq görək burada nə var. Misal üçün burada FVG yaranıb. FVG-mizi atdıq. Yüksəlib, qıra bilməyib və düşüb. Bu düşəndirsə, gəlib bura ziyarət eləməlidir də. Bunu saymıram, amma bu ziyarət deyil. Bu sadəcə elə saxlayıb özü üçün. FVG elə indi yaranıb. Bu düşüb özü üçün düşüb. Gəlib buranı test eləyib bu iynə. Gəlib həm buranı test eləyib, həm də FVG-yə iynə atıb. Tam yaxşı atmayıb, biraz deməli düşüb aşağı. Bu arada bu FVG-ni də doldurub burada fikir verirsinizsə. Buradakı FVG-ni. Yəni bunu çox da böyütməyim, belə eləyim. Bunu doldurub yüksəlib ki, buranı doldursun və bunun trendi aşağı olduğuna görə, yəni bu qalxmağa gücü olmadığına görə FVG-dən reaksiya alıb, bu yenə düşüb aşağı, düşüb, hətta burada deyim, burada bir dənə balaca boşluq FVG qalıb, gəlib bura ziyarət edib, yenə reaksiya alıb, yəni bu formada FVG bu cür işləyir. Əlbəttə ki, bunu həmişə işlədiyini deyə bilmərik. Adətən IST-də, yəni ona görə deyirəm, IST-nin nəyə önəmlidir, hansına fikir verməlisiniz. IST-nin teması budur ki, əgər böyük lik alımı varsa, yəni ki, böyük bir, misal üçün, buranı gəldi, aldı və yaxud da belə deyim də, buranı aldısa, böyük likvidlik alımından sonraki hərəkətlənmədə FVG-nin önəmi var. Həmçindəki başqa bir nüans, misal üçün, IFVG. IFVG nədir? Bu, bayaq dediyim kimi, boşluq yaranması FVG-dir. Yəni ki, gəldi qiymət, burada bir boşluq yaratdı, qiymət yox, daha doğrusu şam. Bu şama ziyarət edilib, əgər qalxandırsa trend, buradan davam eləməlidir. Bu blokun, daha doğrusu kubikin, kvadratın içinə qiymətin gəlib iynə atıb qayıtması, bu FVG-yə hörmət eləməyi mənasını kəsb edir. Yəni ki, bu FVG-yə hörmətsizlik eləmədi. Buradan güc aldı, buradan benzin aldı, buradan depoladı özünü və getdi bu hay almağa, buranı qırmağa getdi. Niyyəti budur bunun. Böyük ehtimal qızıl gəlməlidir buralardan, sonra tezdən yüksəlməlidir. IFVG nədir? Bu FVG-dir. IFVG isə odur ki, misal üçün bir dənə IFVG görüm. IFVG artıq həmin şama, həmin deməli FVG-yə hörmət edilməməsi deməkdir. Yəni gəlir, ora hörmət eləmir və üstündən tapdalayır, keçir. Misal üçün bir dənə baxım. Bax bura. Düşən trenddir. Bu düşən trenddə burada bir FVG yaranıb. FVG-ni ümid edirəm özünüzdə görə bilirsiniz. Burada boş FVG yaranıb. Bu gəlib bura iynə atıb aşağı düşüb getməkdənsə bu ikinci şamı saatlığı açılıb və bu tam FVG-ni doldurub. Buna qətiyyən hörmət eləməyib. Və buradan bilmək olar ki, trend yönünü dəyişir. Çünki dediyim kimi IST konseptinin bir də deməli bu MSS deyilən bir məsələsi var ki, market iştirak market strukturda, yəni market structure shift, market strukturunun dəyişməsi. Market strukturu nədir? Üzü aşağı trenddir. Bu gəlir, hardan dəyişir? Buradan biz nə belə dəyişir? Bəlkə korreksiya eləyir, artistik eləyir. Bəlkə mən misal üçün burada şəxsən sel açmışdım, gözlərim düşsün. Mənə burada stop elədi, qalxdı, getdi. Niyə? Çünki əslində düşən trendə sel açmışam, buradan düz açmışam. Bu burada MSS verir. MSS nə deməkdir?
Növbəti ISD-nin bir istifadə edə biləcəyiniz nüansı da odur ki, düşən trend gəlir ilk qırıldığı yerdən beləncə bir şey yaradırsa, düşüb bu boşluğu doldurub aşağıdan gələndəki yaratdığı FVG-yə dəyib, yəni bu formada. Burada görürsüz bloku, həmçinin FVG-ni gəlib ziyarət edir və qalxıb gedir. Yəni qoy bunu daha genişləyim. Bu arada IFVG-ni dedim məncə. IFVG odur ki, ziyarət edib üstündə bağlayır və bu olur hörmətsiz FVG, yəni IFVG. Yazılışı da bu formadadır. IFVG ilə FVG fərqi odur ki, IFVG hörmətsizdir, FVG hörmətlidir. Yəni hörmət edilərsə FVG olur, hörmət edilməzsə IFVG olur. Və hörmət edilməyəndən sonra artıq bunun bir düşüş trendi yox, trendin dəyişəcəyini də qərarlaşdıra bilərik. Amma dediyim kimi, böyük likvidlik alımlarında, yuxarıda və yaxud aşağıda. MSS nədir? MSS verəndən sonra, yəni bu düşüş trendi biz hardan bilək ki, riski qayıtdı? Çünki bu gəlir buranı, bu hissədən qırdı, gəlir təkrar boşluğu doldurur. Bu boşluq həm buradakı FVG kimi nəzərdə tuta bilərik, həm ümumiyyətlə bu şamın özünü doldurur. Adətən bu şamın gövdəsinə kimi gəlir və yaxud da gəlir burada blok var, onu da saya bilərik. Blok nə deməkdir? O vaxtda da video çəkəcəm. İndi söhbəti qarışdırmayım. Bu gəlir bura, ziyarət eləyir. Yəni son dəfədə gəlin bir dənə sağollaşım sənə, mən getdim. Yəni biz bayaqları buradaydıq. Söhbətimiz adımız var idi. Amma vəsə, dayı mən getmirəm sənə. Mən yönümü dəyişirəm, mən trendi dəyişirəm, gəldim bir dənə sağollaşmağa sənə. Yəni bazarı bu cür görün. Düşən trend gəldi bir dənə reaksiya verirsə belə, abrasını qayıdıb buradan reaksiya alıb qalxırsa vəsə, yəni siz buradan ki qayıtdı ya, ayda mən gecikdim, mən niyə girmədim dərdinə düşməyin. Çünki bazar ümumiyyətlə yönünü dəyişirsə, həmişə yenidən test edir. Buna pullback yox, retest deyək də, bu yenidən test edir buranı. Bu retesti ümumiyyətlə trend qırılımlarında filan, yəni daha çox istifadə edilir. Onu da izah edəcəm növbəti dərslərdə. Mən hal-hazırda ISD-nin istifadə edə biləcəyimiz nüanslarından danışmaq istəyirəm ki, FVG nədir? FVG nə ola bilər? Eşidəsiniz, çox eşidəcəksiniz. FVG dediyim kimi şamın sol şamdan sağdakı şamın iynələri arasında qalan boşluğa növbəti dəfə ziyarət edilib edilməməsinə görə istifadə edəcəyimiz şeydir. Adətən dediyim kimi FVG-lərə hörmət edilir və trend öz istiqamətində gedir. Bu belə. Stoplarınızı necə qoyursunuz? Əlbəttə ki, deməli, həmin gövdənin üstünə və yaxud da ki, likvidlik bölgəsinə. Bu belə. ISD-də başqa nə var? ISD-də çox şey var, amma hamısı bir-birini tayıdır və xeyri yoxdur. Xeyrini görə biləcəyimiz şey nədirsə ondan danışıram. Dediyim kimi, FVG-dir, qiymətin yenidən qırıldığı nöqtəyə dəyməsidir. Yəni, belə deyim də, misal üçün. Düzdür, o 5 dəqiqəlikdə olur confirmation, amma ümumi də saya bilərik. Baxın, belə bir şey deyim. Qiymət yuxarıdadır, görürsünüz, qalxan trenddir. Siz buradan gördünüz qiymət riski düşür, ayda gecikdim, gərək sel girərdim. Bu gəlir bura misal üçün, gördünüz MSS verir burada. MSS nədir? MSS-i buradan da saya bilərik, buradan da saya bilərik. Lap buradan sayaq deyək. Əslində buradan deyil, burada əslində MSS. Çünki bax qırdığı, yəni ilk qırılan yer buradır. İndi məsələyə fikir verin. Bu ilk qırdığı şamın ilk qırdığı yer buradır. Və bura qırıldığına görə yenidən fikir versin necə test edib bu zonanı və test eləyəndən sonra görün necə düşüb. Yəni ilk buradan tez girməyə çalışmayın. Əgər siz trendin qırılacağını düşünürsünüzsə və yaxud da ki belə uzaqdan baxırsınızsa görürsünüz ki burada double top var. Vəsə bu 100% düşəcək. Birinci elə bir söhbət yoxdur. Confirmation gözləyin, təsdiq gözləyin. Gəldi qırdı buranı, vəsə burada MSS var. Hə, sonra nə gözləyirsiniz? Yenidən bura ziyarət eləməyini. Ziyarət elədi, sizin girişiniz olur buradan. Stoplu sardan olur. Ya təpə, ya da ki bu gövdə. Ya buradakı hay, ya da ki gövdədəki hay. Belə də qoya bilərsiniz. Bunu qoydu çünki bu biraz ziyarət edildi. Gözləyirsiniz ki düşsün aşağı. Gözləyirsiniz, düzdür, bu vaxt bilmək olmazdı bura kimi düşəcək. Ortalama 2 yerə qoya bilərsiniz, 3 qoya bilərsiniz. Belə. Yəni bu onsuz da düşür. Yəni o hərəkətdən sonra da hara kimi düşüb. Düzdür, tam o hərəkətə görə düşməyib, başqa məsələlər də var idi. Amma hər bir halda bazar necə olur olsun, bu MSS işləyir. Bu deməli ISD konseptinə aid bir şey kimi deyilsə də, əslində mən bunu dəstək dirəncdə də istifadə edirəm. Yəni məsələ nədir? Qrafika baxanda tək bir mövqeli yox, hər tərəfli görün. ISD-də MSS verib, dəstək dirəncdə qırıldığı şamı yenidən test edib, pullback edib və öz istiqamətinə gedir. Yəni ki, hansı tərəfdən baxırsınızsa baxın, əslində bütün şeylərin yekunu eynidir. Buna ISD konseptinə işləyən adam deyəcək ki, ya buna bax, FVG-dən qayıtdı.
O elə deyəcək. Çünki onu öyrəndiyi odur. O başdan ayağa isti bilir. O FVG görən kimi, belə olan kimi deyəcək, "Vəsə qiymət düşür." Mən nə görürəm burada? Düzdür, mən də isti bilirəm, amma uje 3 dənə şey cəmləşdirəndə adam lap rahat olur. Burada mən gördüyüm nədir? Qırılan yer test edilib. Görürsüz, bax qırılan yer test edilib. Həmçinin FVG doldurulub, okey. Yəni bunların hamısını biləndə lap yaxşı olur. Mən də sizə vacib nüansları izah edirəm. Mən durub sizə IST-nin tərkibində olan boş-boş şeylərdən danışmaq istəmirəm. Ki misal üçün nə Killzone. IST strategiyasının tərkibində, yəni bunların inandığı başqa bir şey də var. Killzone deyilən bir şey var. Ümumiyyətlə zone sessiyaları bilirsiniz də. Qiymət qrafikin hansı qiymət aralığında, hansı sessiyada hərəkət eləməsi ilə əlaqəlidir. Yəni ki, bu zonalar ki, məndə misal üçün olmalıdır bir dənə sessiyalar, bilmirəm. Düzgündür yoxsa yox, saatı. Misal üçün, bunu elə düzəltməmişəm yəqin ki. Deyək, Tokyo, yox düzəltməmişəm. Burada nastroykadan siz misal üçün Sydney silə bilərsiniz, Tokyo yerinə Asiya yaza bilərsiniz. Bunu rədd edirəm vəbşey. Burada bir dənə şey var idi amma. Nəysə, halım yoxdur. Deyək ki, bu doğrudan da sessiyaların aralığıdır. Bunu istifadə edə bilərsiniz. Killzone nədir? Bu sessiyaları götürüblər bu IST konseptində işləyən insanlar. Həmin bu sessiyalar arasında bir killzone olduğunu qərarlaşdırıblar və belə bir indikator çıxardıblar. Bu indikator əsasən müəyyən zonaların, yəni sessiyaların Asiya sessiyasının killzonu budur. Bu o demək deyil, Asiya sessiyasıdır fulldur bu və yaxud bu London sessiyası demək deyil. Bu Londonun müəyyən hissəsidir və bu hissəyə killzone deyilir. Və bunların stratejisinə görə sessiyalar arası və yaxud günlər arası hər bir deməli hərəkətlənmədə deyək ki, bu New Yorkun hayını aldı, bu London girdi, Asiyanın lovunu aldı. New York gəldi, indi düşüb Londonun lovunu almalıdır. Kimisindən bəzi şeylər var. Yəni əslində likvidlik bölgələrini bu killzonelara görə belirləyirlər. Yəni bura misal üçün alınmalıdır. Buna bax gəldi, burada aldı, sonra düşdü. Bu belə elədi, belə elədi. Belə bir söhbətlər var. Killzone istifadə eləmirəm, məsləhət də görmürəm, ümumiyyətlə işlədiyini də düşünmürəm. Yəni boş söhbətlərdir bunlar. Yəni demək istəyirəm, hardasa oxuyarsınız, görərsiniz, qarşınıza çıxar. Yəni boş-boş şeylərdir, heç bir istifadəyə yararı yoxdur. Yəni ona qalsa istifadəyə yararı olsaydı, bu boyda düşüş oldu qızılda. Onda belə çıxır ki, bu yuxarı haylar hasan olmayacaq, bu düşə gedir. Yəni boş-boş şeylərdir. Ona görə də çox da takmayın. Yəni IST-də dediyim kimi çoxlu üçün tərkibində məsələlər var. Amma hamısını bilməyinizə və başınızı qarışdırmağa ehtiyac yoxdur və mən də bunu ehtiyac bilmədiyimə görə çox dərinə girmirəm. Sadəcə müəyyən şeylər var ki, onu qrafikdə görməlisiniz. Onu görsəz özünüz üçün daha rahat olar, qrafikdə daha rahat oxuya bilərsiniz. Mən o hissələri demək istəyirəm sizə ki, onlardan biri də dediyim kimi FVG-dir, MSS-dir. Yəni hətta belə deyim də, MSS-ə 4 dənə ad qoyublar bunlar. Change of character, MSS, nə bilim nə, 50 dənə adı var hər bir şeyin. Yəni ona görə çox baş qarışıqlığı olur. Mən də çox istəmirəm başınızı qarışdırım. IST-də qısacası, yəni önəmli bir şey yoxdur. Grafikdir, hərəkət eyni hərəkətdir. Sadəcə hər kəsin baxış perspektivinə görə ad qoyublar buna. Mən IST ilə işləyirəm çünki FVG-dən qayıdır. Mən dəstək dirənçlə işləyirəm çünki dəstəkdən qayıdıb və yaxud dirəncdən qayıdır və yaxud qırdığı yerdən qayıdıb. Bu kimi şeylər var. Başınızı yormayın, boş-boş şeylərə fikir verməyin. Mən bu dəstəkdə rahatlıqla qrafik oxumağınız üçün hər bir məlumatı verəcəm. Heç bir strategiyanın dərinliyinə, dibinə enib başınızı ağrıtmadan. Sağ olun, növbəti dərsliklərdə görüşənədək.